Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt əleyhissalam aşiqlərinin üzərinə. Sizləri və özümü Allahın təqvasına riayət etməyə dəvət edirəm. Allah təbarək və təala hər birimizi təqva əhlindən qərar versin inşallah. Hazreti Emir el-Müminin aleyhissalam Hazreti Resulullah sallallahu aleyhi ve alihi ve sellem'den bir tane hadis rivayet edir. Buyurur ki Peyğəmbər-i Əkrəm sallallahu aleyhi ve alihi ve sellem belə buyurmuştur. Bir ümmət ki günahkardır, bir məntəqənin, bir bölgənin ki cəmaatı günah işlərlə məşğuldular və Allah Teala onlara qəzəblənib bəla yetirməmişdən qabaq o bəlanın nişanələrini göndərər. Ki, yəni, sizə bu nişanələrdən bəllidir ki, sizlər elədikləriniz düzgün əməllər deyil. Yəni, o gördüyünüz işlər səbəb olub ki, Allahın qəzabına düşər olubsunuz. Birinci, Həzrəti Resulullah sallallahu aleyhi və alihi və səlləm buyurur ki, ümmətlərin içərisində o ümmətlər ki, günahkardır, o günah əhli olan ümmətə Allah Teala yaşadıkları məntəqədə baxaçılıqla onlara bəla yetirər. Yəni bütün alacaqları, bütün ehtiyacları olan şeylər bir anda qiymətləri qalxar və iqtisadi böhran yaşanar. Orada cəmaatın dolanışığı, cəmaatın ehtiyaclarının qarşılanmağı çox çətin bir hala gələr. Deyir, o şəxslər ki, o ümmət ki, günah içərisindədirlər, Allahın qəzəbinə tuş gəlibdilər, Allah bəla yetirməmişdən qabaq bu müsibətlərlə onları xəbərdar eləyər. Birinci, deyir ki, o bölgədə, o məntəqədə baxaçılıq baş verər. İkinci, Həzrət buyurur ki, o ümmətin ömürləri qısalar. Görürsən ki, yaş həddi artıq əvvəlkinə baxanda indi çox qısalıbdır. Yəni deyir, o şəxslər ki, günah əhlidirlər, onların ömürləri qısalar və ömürlərindən də əlavə bərəkətləri də olmaz, dinləri də olmaz. O insanların nə qədər ki qazanırlar, nə qədər ki çalışırlar, görürsən ki, bir fayda verməz. Ömürlərindən bərəkət götürürlər, ömürləri qısalar. Üçüncü, Allah ki o ümmətə əta eləyər, Allahın qəzəbinə gələn ümmətə üçüncü nişanə budur ki, onların ticarətlə məşğul olan tacirləri nədir? Qazanc əldə eləməzlər. Ziyanla qaydarlar, zərərlə qaydarlar getdikləri səfərdən. Onların bir bərəkəti olmaz, bir qazanc əldə eləyə bilməzlər. Dördüncü nişanə budur ki, yaşadıkları məntəqədə əkdikləri ağaclar bar verməz, meyvələri xarab olar və meyvələrində bir fayda götürməzlər. Və meyvələri təravətli və bol olmaz. Bu Allahın qəzəbinin nişanəsidir o ümmət üçün. Beşinci Həzrət buyurur ki, onların suları artmaz. O məntəqənin cəmaatının ki, misal üçün günah əhlidirlər, onların içməli su qıtlığı yaşayarlar. Və onların sularında artım yox, əksinə onların sularında azalma gedər. Onlar içməli su, ondan sonra ehtiyacları olan sulardan məhrum olarlar. Həzrəti İsa Məsih əleyhissalam buyurur ki, Allah suda həyat bəxş eləyibdir. Suda bir həyat var. Su həqiqətən Allahın bəndələrinə əta etdiyi ən böyük nemətlərdən biridir ki, Allah suyu həm qida vasitəsi qərar verib, həm həyat canlandırma kimi şeyləri o suda qərar veribdir və paklanma vasitəsi qərar veribdir. Bir çox şeyləri Allah təbarək və təala o suda gizlədibdir, o suyun tərkibinə qoyubdur. Altıncı, Həzrət Resulullah buyurur ki, o bölgədə quraqlıq baş verər. O bölgədə yağış yağmaz. Yağış bildiyimiz kimi Allahın rəhmətidir. Allah öz rəhmətini oraya nazil etməz. Yağış o məntəqədən uzaq düşər. Bəzi məntəqələr ki var, görürsən ki, elə bir çətinliklərlə, elə bir quraqlıqlarla üzləşirlər. O Allahın bir növ imtihanıdır, bir növdə
qəzəbinin nişanəsidir ki, Allah öz rəhmətini çəkər o ildən. 7-ci və sonuncu Həzrət buyurur ki, onlara zülmkar şəxslər hakim olar. O şəxslər ki, Allahın itaətindən boyun qaçırdar, o şəxslər ki, Allahın vacibatına əməl eləməz, haramdan uzaq durmaz, günahlardan çəkinməz, Allah Taala bəla olaraq onların başına zalim bir hakim yerləşdirər ki, o cəmaatın dərisini soyar, cəmaatın qanını içər. Ona görə diqqətli olaq ki, Allah Təbarək və Taala bizim elə də, obiya da, özümüzə də, ailəmizə də bəla getirməsin. Bəla gəldiyi zaman Allahın əzabından heç kim nicat tapmaz. O zaman ki, insanlar gərək Allahı qəzəbləndirməyələr. İnsanlar gərək Allahın rizayəti olan şeylərə üz tutalar. Mütəəssifanə, bugünkü günümüzdə nə qədər müsibətlər, nə qədər bəlalar insanların başına gəlməyinə baxmayaraq ondan dərs götürmürlər. Necə ki, əvvəlki ümmətlər, əvvəlki peyğəmbərlərin ümmətlərinin başına nə cür bəlalar, müsibətlər gəlib, Allah Təbarək və Teala Qurani Kərimdə danışır, bir çox surələrdə bu barədə söhbət açır və ayələrin sonunda Allah Təbarək və Teala belə insan oxuyanda belə çox təəssüflənir, çox kədərlənir və Allahın ayələrin sonunda bir dənə sözü var. Nə çox bəla görən, müsibət görən və Allahın nişanələrini görənlər, amma deyir, nə az Allahın o dərs verdiklərindən özlərinə dərs çıxardanlar, nə çox Allahın yolundan uzaq olanlar, nə az Allahın yoluna sarı üz tutanlar. Allah bunu sanki məcazi mənada təəssüfkeşliklə deyir ki, yəni bəndələrə bu qədər müsibətlər, bu qədər bəlalar gəldi, bu qədər misallar çəkirik ki, Salih Peyğəmbərin ümməti belə oldu, Lut Peyğəmbərin ümməti belə oldu, Hud Peyğəmbərin ümməti belə oldu. Hamısının nişanələrindən orada danışır. Həzrət Rəsulullah'a buyurur ki, deyir, ya Rəsulum, çox insanlar bu ibrətamiz hadisələrdən dərs götürməzlər. Nə az insanlardır Allahın haqq yoluna qaydanlar. Allah bunu təəssüfkeşliklə deyir. Allahdan arzum budur ki, Allah Təbarək və Teala qəlblərimizə iman nurundan əta eləsin, günü-gündən qəlbimizdə özünün Quran və Əhl-i Beytin məhəbbətini çoxaltsın və Allah bizləri o bəlalardan, müsibətlərdən, uzaq olanlardan qərar versin inşallah.